Təsəvvür edin ki, möhtəşəm bir teatr tamaşasının sonundayıq. Pərdə bağlanır və bütün zal eyni anda sanki belə görünməz bir əmrlə ayağa qalxıb gurultulu alqışlara başlayır. Aha, hamı ayaq üstədir. Düzdür, yəni demək olar ki, hamı, amma ən ön sırada kimsə, yəni bircə nəfər, qətiyyətlə oturmağa davam edir. Hərəkətsiz və sakit. Təbii ki, o an bütün diqqət səhnədən yayınır, birbaşa həmin o tək adama yönəlir. Çünki uyğunsuzluq bizim, yəni insan beyninin ən tez reaksiya verdiyi şeydir. Bax, məhz bu səbəbdən bugün sizin göndərdiyiniz mənbələri dərindən araşdırarkən diqqətimi dərhal bir detal çəkdi. Əlimizdə çox qısa, cəmi bir cümlədən ibarət sirli bir qeyd var. Bəli, o qısa mətin. Zelenskiyə görə təkcə o lider ayağa qalxmadı. Açığı bunu ilk görəndə elə bildim ki, hansısa detektiv romanının xülasəsini oxuyuram. Onlarla liderin olduğu qlobal bir tədbir, hamı ayağa qalxır və yalnız bir nəfər... Yalnız bir nəfər qalmır. Yəni burada ən maraqlı detal mətndə o liderin adının belə çəkilməməsidir. Təkcə o lider deyilərək fərdin kimliyindən çox onun etdiyi, daha doğrusu etmədiyi hərəkət ön plana çıxarılır. Yəni hərəkətsizliyin özü bir növ diqqət mərkəzindədir. Tamamilə doğrudur. Bu, qrup dinamikasında çox həssas və, necə deyərlər, kritik bir andır. Amma bir dəqiqə, mən burada biraz şübhəci yanaşmaq istəyirəm. Bəlkə o lider sadəcə yorğun idi, yaxud fikir başqa yerdə idi, bəlkə telefonuna baxırdı. Hə, adətən kənardan baxanda belə düşünmək olar. Yəni bəlkə hamının ayağa qalxdığını sadəcə olaraq gec fərq etdi. Niyə biz dərhal bunun hesablanmış, kəskin bir diplomatik gediş olduğunu düşünürük? Çünki yüksək səviyyəli diplomatik mühitlərdə təsadüflərə ümumiyyətlə yer yoxdur. Bu cür qlobal tədbirlər saniyə və saniyə xoreografiya edilir. Liderlər nə vaxt oturacaqlarını, nə vaxt qalxacaqlarını əvvəlcədən dəqiqliklə bilirlər. Deməli, hər şey planlaşdırılıb. Bəli, belə bir mühitdə kütləyə qoşulmaqdan açıq şəkildə imtina etmək, xüsusən də kameralar önündə bir mənalı olaraq ortaq mövqe ilə razılaşmamaq deməkdir. Təbii ki, bizim məqsədimiz bu otaqdakı siyasi tərəfləri mühakimə etmək deyil. Təbii, yəni kimin haqlı və ya haqsız olduğunu tamamilə kənara qoyuruq. Biz yalnız faktın özünü təhlil edirik. Düzdür. Biz sadəcə bu bir cümləlik mənbənin bizə göstərdiyi o qeyri-verbal ünsiyyət mexanizmini oxumağa çalışırıq. Bilirsiniz, bu mənə maqnit sahəsini xatırladır. Bütün dəmir qırıntıları vahid bir istiqamətə yönəlir, amma içlərindən bir dənəsi inadla əks qütbdə qalır. Çox yaxşı bənzətmədir əslində, tam olaraq elədir. Yenə də, yəni, mənə qəribə gələn odur ki, mətbuat saatlarla çıxış edən liderləri qoyub, niyə sakitcə oturan bu tək adamı xəbər başlığına çıxarır? Heç nə etmək necə olur ki, belə böyük səs edir? Bu, psixologiyada təzrid effekti və ya von Restorff effekti adlanan bir fenomenlə birbaşa bağlıdır. İnsan beyni eyni olan kütləni yox, o kütlədən kəskin şəkildə fərqlənən obyekti yadda saxlamağa proqramlaşıb. Aha, yəni fərqli olan həmişə diqqət özünə çəkir. Məhz belə. Qlobal siyasətdə də hərəkətsizlik sadəcə passivlik deyil. Bu, mövcud normanı pozmaq, fərqli bir qütbün mövcudluğunu otaqdakı hər kəsə xatırlatmaq deməkdir. Yəni o tək adam yerində oturmaqla həm çıxış edənə, həm də ayaq üstü olanlara çox sərt bir mesaj göndərmiş olur. Bəli, və bunu bir kəlmə belə danışmadan edir. İştirak etməmək bəzən tərəfsizlik deyil, tam tərsinə, ən kəskin müxalif mövqedir. Çox maraqlıdır. Deməli, bu tək cümlə əslində bizə, yəni bizi dinləyən sizə, gündəlik xəbərləri necə oxumalı olduğumuzla bağlı çox vacib bir ipucu verir. Düzdür. Yəni, xəbər lentini vərəqləyərkən fokusumuzu yalnız kimin nə etdiyinə yox, həm də kimin nəyi etmədiyinə yönəltməliyik. Belə çıxır. Tamamilə razıyam. Siyasətin ən qədim və bəzən ən sərt dili qeyri-verbal diplomatiyadır. Bəzən ən güclü həqiqətlər və dərin siyasi ismarışlar məhz deyilməyən sözlərdə və edilməyən hərəkətlərdə gizlənir. Çox doğru dediniz. Söhbətin əvvəlindəki teatr səhnəmizə qayıtsaq, demək ki, sükutun alqışdan daha gür səsləndiyi anlar həmişə olur. Tarix təkcə kürsüdə verilən alovlu çıxışlarla yazılmır. Bəli, o həm də yerindən qalxmamaqla formalaşır. Elədir. Sükutu seçməklə ifadə edilən sərt mövqelərlə formalaşır. Beləliklə, növbəti dəfə böyük bir qlobal toplantını, yox da elə iş yerinizdəki gərgin bir iclası izləyəndə özünüzə bu sualı verin. Mövcud normanı pozan, hamının etdiyini etməyən o tək adam kimdir? Və o lal sükutla əslində dünyaya nə qışqırır? Məhz bu. Sizinlə bu dərin təhlildə iştirak etmək çox xoş idi. Növbəti araşdırmalarımızda görüşənədək.